Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun, yeni iliniz mübarək. Bu ildə sizə çoxlu sayda take profit arzulayıram. O gün olsun dostlar, stop losslarınız az olsun və take profitləriniz həmişə stoplarınızdan çox olsun ki, siz yekun olaraq qazancda olasınız. Bugünkü dərsimiz çox maraqlı bir dərs olacaq. Hansı ki, biraz psixologiya ilə əlaqəli olacaq və bazarda olan fürsətlər haqqında olacaq. Biz çox vaxtı dostlar bazarda boş-boşuna yanılırıq. Məsələn, düşünürük ki, qiymət short gedir. İlkin olaraq düşüncəmiz belədir. Sonra bizdə yüngül bir yuxarı hərəkət başlayır. Biz ona da səbəb tapırıq. Deyirik ki, aha, məsələn, hansısa time frame-də nəsə qırıldı orada. Bizdə qiymət bəlkə də long gedir. Shortu bağlayıb long giririk, qiymət çönür, təzədən başlayır short getməyə. Belə şeylərə düşməmək üçün dostlar, bu strategiyadan yararlanmaq lazımdır. Əslində bu strategiya haqqında sizə bəlkə də hər dərsdə məlumat vermişəm. Biz manipulyasiyanı gözləməliyik, amma o manipulyasiya necə baş verir və necə olur, çox insan bunu başa düşmür. Hal-hazırda onu canlı qrafikin üzərində göstərəcəm ki, sizə aydın olsun. Bu strategiyadan doğru şəkildə istifadə eləmək üçün siz yadınızda saxlamalısınız ki, sizin hər gün bazarda cəmi 2 fürsətiniz olacaq. Bu hərəkət ya Londonda olacaq, London zamanı, ya da ki New Yorkda olacaq. New York açılan kimi olmaya bilər. Siz bəlkə də saat 8-ə kimi gözləyə bilərsiniz. Ondan sonra artıq bu gün ərzində dostlar hansısa sessiyada baş verir və bunu gözləmək lazımdır. Dediyim nədir dostlar? Biz hal-hazırda görə bilərik ki, bizdə short trend gedir. Düzdür? Okey. Amma baxın bizdə nə baş verir? Bura kimi short gəlirik, London açılır, fikir verin. Bizdə qiymət long gedir və burada da bizdə məsələn siz kiçik time frame-lərdə baxanda burada görə bilərsiniz ki, məsələn burada bizdə FVG vardı, FVG-yə reaksiya almadıq, çöndü longa, long gedir yəqin ki, amma yox. Londonda qiymət qalxdı, New Yorkda təzədən düşdü aşağı və bizdə yekun olaraq lower low yeniləndi və bizdə short trend davam edir. Həmişə bazarda baxın, bunu gözləməlisiniz. Manipulyasiya dediyim budur dostlar. Əslində burada manipulyasiyadan əlavə biz baxa bilərik ki, bizdə bu hərəkəti gətirən şam budur. Bu hərəkət buradan başlayıb, düzdür? Gəlin bura biz Fibonacci-mizi çəkək. Lap deyək ki, buradan. Ən pik səviyyə bura olub da. Və çəkək düz axırıncı dibə qədər. Ondan sonra biz görürük ki, bizdə qiymət düz 700 zonalarına kimi gəlib. Ondan əlavə, burada görürük ki, bunu mən çəksəm qırağa, biz burada görürük ki, burada Asiyanın maksimum minimum olub. Düzdür? Onlar da bizdə Londonda çox gözəl şəkildə birinci Asiyanın minimumu yenilənib. Ondan sonra isə bizdə Asiyanın maksimumu və bizə premium zonadan yenidən satış baş verib. Siz həmişə gözləməlisiniz ki, bizdə birinci aqressiv bir hərəkət olsun. Aqressiv hərəkət dediyim nədir dostlar? Baxın bu gördüyünüz. Bu ya Londonda baş verir, ya da New Yorkda baş verir. Bunu yadınızda saxlayın. Əgər London və yaxud da ki Asiya deyək ki, Asiyada, Londonda belə yavaş-yavaş hərəkət eləyibsə, hansısa sessiyada bizdə bərk hərəkət olmalıdır. Və o bərk hərəkətdən sonra dostlar, o qalxdığı kimi də yenidən düşür, trendə davam eləyir. Bu sadəcə manipulyasiyadır. Yəni biz burada maksimumlarda da görə bilərik ki, bizdə bunlar sadəcə iynələrdir. Burada kiçik bir FVG zonası olub. Deyək ki, oradan qiymət reaksiya alıb, yenidən düşüb aşağı. Növbəti deyəcəyim şey nədən ibarətdir? Take profitinizi qoyanda, okey, deyək ki, trendin davam etməsinə siz take-i qoyursunuzsa, sizdə bu minimum yenilənməlidir, düzdür? Amma təpəni qoyanda heç vaxt bu iynənin axırına qoymayın, təpəni bədənə qoyun dostlar. Baxın, bu halda bizdə New Yorkda qiymət gəlib bədənə dəyib, amma bizdə minimum yenilənməyib, gördünüz? Qiymət yenidən qayıdıb korreksiyaya. New York sessiyası qutarıb, Asiya açılıb, Asiyadan sonra Frankfurt açılıb və o birisi günün artıq London sessiyasında bizdə bu minimum yenilənib. Başa düşürsünüz? Yəni siz burada bir gün itirəcəydiniz. Hansı ki ona ehtiyac yoxdur. Fikir verin. Ondan sonra qiymət bizə minimumu yeniləyəndən sonra gördünüz, yeni bir lower low əmələ gəldi. Qiymət New Yorkda, baxın, New York açıldı. Qiymət yenidən sürətli şəkildə getdi yuxarı. Fikir verin. Bütün bu Asiya və keçən gündən qalan likvidliyi yığdı. Görürsüz, çox gözəl bir iynə ilə. Və ondan sonra dostlar, biz bunu hardan bilə bilərdik ki, bu artıq shorta çönür? Bizdə bu qiymət görürsüz heç bir FVG saxlamayıb. Burada kiçik bir zona var. Bəlkə də bu zonaya bir iynə atıb yenidən davam eləyə bilərdi, amma bizdə burada yeni bir FVG əmələ gəldi. Əks tərəfə.
Yəni bu FVG artıq burada öz qüvvəsini itirdi və IFVG-yə çevrildi. Baxın bu zona. Əslində bu balaca time frame-lərdə daha da sıx görünür. Ona görə sizə məsləhət görürəm ki, əməliyyat açanda kiçik time frame-lərdə nəzər yetirəsiniz. Baxın, burada bizdə birləşən yerdir. Opşi bu zona. Bizdə olur bura IFVG. Yəni bizdə trend davam eləmədi. Bu sadəcə likvidli yığılmasının nəzərdə tutulmuş bir hərəkət idi. Siz bu hərəkətdə əməliyyata girmirsiniz dostlar. Siz bu hərəkət baş verəndən sonra gördünüz, saat neçədə olub bu? Görürsüz, saat 8-də baş verib bu hərəkət. Yəni London açılan kimi olmayıb. London açılan kimi dəli kimi gedib yuxarı. Saat 8-də bizdə bu hərəkət olub, likvidli yığılması. Fikir verin. Bizdə maksimum yenilənməyib. Ondan sonra artıq bu zonalardan əməliyyata girib biz take profiti bura qoya bilərdik. Çox gözəl şəkildə də take profit olub. Bu situasiyanı hər gün gözləmək lazımdır. Bu hardasa baş verəcək dostlar. Yəni bu manipulyasiyadan sonra girmək sizə çox gözəl birincisi error verir. İkincisi də təhlükəsiz bir zona verir. Yəni stopu bunun üstünə atsaz rahat şəkildə otura bilərsiniz. Yəni qiymət yaxın zamanda bura gəlməyəcək. Necə ki burada da gəlməyib. Heç bu fırlanandan sonra bir daha heç bunu da keçmədi. Gördünüz? Yəni bu şeylər dostlar bazarda hər gün baş verir sadəcə. Bir, maksimum 2 dəfə. Siz bunu görə bilərsiniz. Sessiyalardan qabaq sizə nəyə görə əməliyyatı bağlamağı məsləhət görürəm? Buna görə dostlar. Görürsüz, London qiyməti qaldırıb yuxarı. Lap düşünmüsünüz ki, okey də qiymət long gedir. New Yorkda saxlasaz əməliyyatı elə gəldiyi kimi stop olacaqsınız. Yəni ehtiyac yoxdur. Xeyirlə bağlanmağa öyrəşin. Deyək ki, siz düşünürdünüz ki, əməliyyatdan 2% götürəcəksiniz. Görürsünüz ki, 1% plusdasınız. Nəsə gözünüzə yaxşı dəymir əməliyyat, artıq geri qayıtmağa başlayır. Bağlayın getsin. Yəni 3 gündən sonra siz pasiv şəkildə 3% əldə eləyəsiniz. Amma əməliyyatı bağlamasaz, gedib stop olacaqsınız, əlinizdə olan profit də itəcək. Bu situasiya, məsələn, buradakı situasiyanı mən sizə göstərdim. Gəlin burada baxaq. Fikir verin. Bizdə Asiya maksimumu var, short trend, Frankfurt açıldı, London getdi, Asiyanın maksimumunu yığdı, düşdü aşağı. Fikir verin. Asiyanın minimumu vurulmayıb burada. Görürsüz? London açıldı. Londonda qiymət bizdə yenidən qalxdı yuxarı. Fikir verin. Bax, burada siz əməliyyatı bağlaya bilərdiniz. Çünki burada bizdə sessiya dəyişirdi, düzdür? Burada əməliyyatı bağlayırsınız, New York açılır, yenidən bizdə qalxır yuxarı, manipulyasiya eləyir, amma görürsünüz yuxarıda bağlanmayıb, sadəcə iynədir. Artıq burada geri qayıdışdan sonra bunu da necə tutmaq olar, gəlin sizə izah edeyim. Baxın, burada bizdə longa tərəf FVG var idi, düzdür? Düşünə bilərdiniz ki, qiymət əgər long gedirsə, qiymət buradan reaksiya verib, yenidən qalxacaq yuxarı. Amma burada fikir verin, biz heç o FVG-yə reaksiya vermədik və burada bizdə IFVG əmələ gəldi. Yəni biz bu FVG-ni vecimizə almadıq və qiymət getdi aşağı. Artıq burada bu aşağı gedişatda siz bu minimumları rahat şəkildə hədəf kimi götürə bilərdiniz. Hansı ki çox gözəl şəkildə vuruldu və qiymət ondan sonra bizdə yenidən getdi korreksiyaya. Bunu götürsək biz görək hara kimi bizdə korreksiya olub. Yenə də 700 zonaları, premium zona. Bahalı zonadan bizə yenidən satış baş verdi. Bazarda hər gün dostlar bu hərəkətlər baş verir. Fikir verin, bizdə qiymət aşağı gedə-gedə dəli kimi getmir. Yəni siz deyək ki, buradan short açmısınız və yaxud da ki, buradan short açmısınız da, hədəfi qoymusunuz bura. Ki bizdə əgər short gedirsə, zaten bura vurulacaq, düzdür? Amma fikir verin, qiymət düz bura qədər gəlib çatıb bədənə kimi. Ondan sonra qiymət bizdə yenidən dəli kimi qalxıb yuxarı. Artıq New Yorkda gəlib biz oranı vurmuşuq. Hamısında da çox zaman fikir versək, yəni korreksiya zonalarına bizdə 618-lərin yuxarısına düşür. Yəni bu New Yorkun tipik gündəlik hərəkətidir, daha doğrusu Euro-USD-nin. Bu hərəkətlər bizdə tez-tez baş verir və siz bunları gözləməyib əməliyyata girsəz, dostlar, itirəcəksiniz. Çalışın ki, gözləyin, birinci baş versin, bazar qaçmır. Bazarda həmişə fürsətlər olacaq giriş eləməyə. Buradan girə bilmədiniz, buradan girərsiniz. Nə bilim, buradan girə bilmədiniz, növbəti bura test gələndə buradan girərsiniz. Əsas odur ki, disiplinli şəkildə olasınız və bu sizi böyük bir uğura aparacaq. Qazanma hər gün 3%, qazan 0,5%, amma stabil olaraq qazan. Burada əsas məsələ odur. Yəni günü əgər profitlə başa vura bilərsənsə, onu stop lossla başa vurma. Belə bir qanun, sadə bir şey. Yəni bundan istifadə eləyərək gündəlik profitlərinizi götürə bilərsiniz. Hər birinizə uğurlar dostlar, ümidvaram ki, bu dərs sizə faydalı oldu. Sadəcə oturun, dəftərdə özünüzə qeyd eləyin və yaxud da ki, bilmirəm, indi telefonda qeyd eləyin. Sadəcə bir həftə disiplinli şəkildə yanaşın
nəticəni özünüz görəcəksiniz. Mənim nəsə deməyimə ehtiyac yoxdur. Əgər bu vaxta kimi itirmisinizsə, sadəcə zəhmət çəkib bir həftə bunu yoxlayın, sonra nəticəni kommentlərdə yazarsınız. Hər birinizə uğurlar.